İslam dini ki deyir elm oxu, məqsəd budur ki, Qur'andan, Peyğəmbərdən və məsum imamlardan bəhrələn. Əsl və həqiqi elmə çatarsan, əgər sən onlardan bəhrələnmiş olsan. Bu haqda danışdıq və ötən məclisimizdə bir ayə qeyd etdik ki, Allah Taala əmr eləyir: "Fəsəlu əhləz-zikri in kuntum la ta'lamun." Əgər bilmirsinizsə, zikr əhlindən soruşun. Dedik ki, zikr əhli kimlərdir və bu ayənin yanında bir neçə hədis də qeyd etdik ki, onu göstərirdi ki, din ümumiyyətlə Qur'an-ı Kərim elmin mənbəyi sayılırlar və həqiqi elm, doğru elm məhz burdandır. İnşallah bu gün də bu mövzu ilə bağlı 2 ayəni qeyd eləyəcəm və bir neçə hədis də inşallah ki, nəticə alacağıq ki, həqiqətən də din elmin mənbəyidir. Peyğəmbər və məsum imamlar da elməhlidir. Amma o ayə və hədisləri qeyd etməmişdən qabaq bir müqəddiməni demək istəyirəm ki, ümumiyyətlə tarix boyu İslam'a biganə qalan insanlar çalışıblar ki, elmlə dinin arasında bir ayrılıq yaratsınlar. Elmi dindən ayırsınlar. Desinlər ki, elm başqa, din başqa. Necə ki, buna oxşar hal bir zaman Məsihiyyətə hakim idi. Demişdik ki, Məsihilər elmi zəlalətin və azğınlığın səbəbi kimi təqdim edirdilər. Deyirdilər, elmdən qaçın, elm öyrənməyin, çünki elm sizi bədbəxtçiliyə və zəlalətə salar. Və dinlə bağlı bütün insanlar demək olardı ki, bunu eşidəndə fitri olaraq hər bir insanın elmlə bir ünsiyyəti var. Heç bir insan istəmir ki, cahil olsun. Hər bir insan istəyir ki, öyrənsin, elm oxusun. Bu insanın fitrətinin tələbidir. Məsələn, elə bir insan tapa bilmərsən ki, o cahillikdən xoşhal olsun. Ona cahil deyəndə sevinsin. Amma bütün insanlar elmdən xoşhaldırlar. Hər bir insana, hətta cahil də olsa alim desən, onun xoşu gələr. Bu onu göstərir ki, insanın fitrəti elmlə birbaşa müvafiqdir, heç də ziddiyyət təşkil eləmirdilər. O insanlar ki, istəyirdilər elmi dindən ayırsınlar, əslində istəyirdilər ki, insanı fitrətindən ayırsınlar. Buna nail olmaq istəyirdilər və orta əsrlərdə Məsihilərə biz baxanda görürdük ki, onlar dəstə-dəstə dindən çıxırdılar. Niyə görə? Çünki kilsələr dini məfhumları öz istədiyi kimi cəmaata izah edirdilər. Deyirdilər ki, din mən dediyimdir. Hətta dini olmayan və birbaşa elmlə bağlı olan mətləbləri gəlib kəşf eləyəndə onlar buna qarşı çıxırdılar. Məsələn, onların düşüncəsində bu idi ki, yer hərəkətdə deyil, yer sabitdir. Gəlib kəşf eləyəndə ki, yer hərəkətdədir, öz oxu ətrafında, günəş ətrafında hərəkət eləyir, artıq buna qarşı çıxırdılar. Eşitmişiz ki, Qaliley, məşhur İtaliyalı alim gəlib bu elmi mətləbi kəşf eləyəndə artıq ona qarşı çıxdılar və hətta orta əsrlərdə tarix yazır ki, məhkəmələr yaratmışdılar. Əqidələrin təftişi ilə bağlı məhkəmələr yaratmışdılar ki, hər kəs kilsələrin dediyinin əksinə çıxsa, ümumi elmi mətləblər ki, bugün kəşf olunur, onların hamısını kəşf edənlərin hamısını çağırırdılar, məhkəmədə cəzalandırırdılar. Qərb alimlərindən olan Vil Dorant adlı bir alim bir kitab yazıb, Tarixi Təməddün, Mədəniyyət tarixi. Kilsələr nə qədər insanlara zor tətbiq eləyirdilər, güc tətbiq eləyirdilər, nə qədər insanları yandırırdılar, nə qədər insanlara ağır işgəncələrə məruz qoyurdular. Həmin alim Tarixi Təməddün əsərində yazır ki, 8 il müddətində 1480-cı ildən 1488-ci ilə qədər rəqəmin də yazır, 8800 insan yandırıldı. 96.494 nəfər ağır işgəncələrə məhkum olundu. Nə var ki, bu insanlar kilsələrin dediklərini qəbul etmirdilər. Bugünkü elmi məsələlər kəşf olunur, onların tərəfdarı olurdular. Hətta yazırlar Qalileyin əhvalatındakı çağırdılar məhkəməyə, ona and içdirdilər ki, bir daha sən bu iddianı etməyəcəksən ki, yer hərəkətdədir. O orada tövbə elədi və dedi ki, da bu iddiamdan əl çəkəcəm. Onları kafir bilirdilər.
və işgəncələr edirdilər. Həmin alim öz kitabında yazır ki, əllərini bağlayırdılar arxalarına, o insanlar ki, kilsənin əleyhinə çıxıblar, asırdılar dar ağacından. Və yaxud da əllərin qolları möhkəm bağlayıb suyu tökürdülər boğazına, boğurdular həmin insanı. Yəni bu cür cəza növləri tətbiq etməklə istəyirdilər insanları öz tutduğu mövqedən ayırmasınlar, öz mövqelərində saxlasınlar. Bax, bu hal Məsihiyyətə bir zaman hakim idi. Bu hala oxşar hal bir zamanda müsəlmanlara hakim idi. Yəni müsəlmanlara belə təqdim eləmək istəyirdilər ki, din elmdən ayrıdır. Din başqa, elm başqa. Dindarlıq tamam ayrı bir şeydir, ziyalı olmaq tamam ayrı bir şey. Və ayırmışdılar, deyirdilər ziyalılar və dindarlar. Dindarlığı bir avamların peşəsi kimi insanlara təqdim eləmişdilər. Ki din yəni ibadət etmək, ibadəti də müəyyən yaş həddindən sonra etmək. Əgər da bekar qalsan, bir işin olmasa, onda istəsən gəlib ibadət eləyə bilərsən. Yəni dini avamyanə bir məzhəb kimi insanlara tanıtdırmaq istəyirdilər. Amma bu arada din özünü insanlara təqdim eləyirdi. Deyirdi ki, xeyr, mən elmdən ayrı deyiləm. Belə deyil ki, dindar ayrı, ziyalı ayrı. Elə əsl ziyalı, əsl dindardır, əsl dindar da əsl ziyalıdır. Əsl alim elə ruhanidir, əsl ruhani də elə alimdir. Bunlar bir-birindən ayrı deyil. Və hətta bilirsiniz ki, ruhanilərə, dindarlara mövhumatçı kimi baxırdılar. Bir məclisdə molladan danışıq istəyəndə deyirdilər, biraz mövhumatdan danış. Mövhumat yəni nağıl, əfsanə. Başımızı qat bizim. Ruhaniyə belə baxırdılar. Mümkündür indi də bəzi hallarda olsun. Amma əsla bu belə deyil. Bütün elmlərin mənbəyi Qur'andır. Bütün elmlərin mənbəyi Peyğəmbərimizin və məsum imamlarımızın mübarək sinəsidir. İndi gəlib ayə və hədisləri oxuyacağıq. Bunları bir-birindən ayırma. Ziyalı nə deməkdir? Ziyalı, ziya sözü nur deməkdir. Ziyalı insan yəni nurlu insan. İndi elə alimlər var ki, başdan ayağa zülmət içərisindədirlər. Buyurur insana ziyanı, nuru elm gətirməz. Yanında din olan elm gətirər. Hər elm insanı kamilləşdirməz, ziyalı etməz. O elm ki, sən onu mənbəyindən öyrənmisən. Qur'andan və məsumların sözlərindən bəhrələnmisən. Ona görə də Qur'an-ı Kərimdən 2 ayə oxuyacağam. Birini bir neçə dəfə oxumuşuq, bilirsiniz. Ər-Rə'd surəsinin 43-cü ayəsi. Ki bu ayə Həzrət Əli əleyhissalam haqqındadır. Peyğəmbərə Allah əmr eləyir. Buyurur: "Qul, ya peyğəmbər cəmaata de: Kəfə billahi şəhidən beyni və beynəkum və mən indəhu ilmul kitab." Cəmaat, sizinlə mənim aramda şahidliyə Allah və bir də yanında kitabın elmi olan şəxs yetər. Allah sizlə mənim aramda şahiddir. Bir də o şəxs şahiddir ki, kitabın elmi ondadır. Bütün alimlər deyirlər ki, Allah məlumdur ki, peyğəmbərlə cəmaata şahiddir. Yanında kitab elmi olan şəxs möminlər ağası Həzrət Əli əleyhissalamdır. Əli əleyhissalam bir başqa ayədə də peyğəmbərə şahid adlandırılır. Hud surəsi 17-ci ayə. Burada bir şahid kəlməsi var. Bütün alimlər deyirlər, bu kəlmədən məqsəd, yəni şahiddən məqsəd Əli əleyhissalamdır. O surənin ayəsində buyurur ki, "Əfəmən kana ala bayyinatin min Rabbi." O kəs ki, əlində açıq-aşkar dəlil var, sübut var, yəni peyğəmbər. Qur'an-ı Kərim peyğəmbərin əlindədir, o açıq-aşkar sübutdur ki, bu adam peyğəmbərdir. "Və yatluhu şahidun minhu." Allah tərəfindən onun ardınca bir şahid gəlir. Yəni peyğəmbərin ardınca bir şahid gəlir. Kimdir o şahid? Peyğəmbərdən sual edirlər. Buyurur ki, Əli ibn Əbu Talib. Əli əleyhissalamdır həmin şahid. Ki mənim ardımca gəlir. Nəml surəsinin 38, 39, 40-cı ayələrində. Ki bu ayə ilə müqayisədə Həzrəti Süleyman peyğəmbər ki bir dəfə demişik, bütün əyanlarını yığdı, qal dedi: "Ya eyyuhel mala, eyyukum ya'tini bi'arşiha qabla an ya'tuni muslimin." Kim Bülqeysin taxtını gətirər? Həzrəti Süleyman peyğəmbər Şamdaydı, Suriyada. Bülqeysin taxtı Yəməndə idi.
İndi Həzrəti Süleyman peyğəmbər istəyir ki, qeyri-adi yolla bir nəfər o taxtı gətirsin və o taxtın sahibi Həzrəti Süleymanın yanına müsəlman olmamışdan qabaq gəlib görsün ki, taxtı tacı Həzrəti Süleymanın huzurundadır. Kim gətirər? Müraciət elədi Həzrəti Süleyman. Qala ifritun minəl cin. Cindən bir ifrit qalxdı ayağa, dedi: "Ənə atikə bih. Mən o taxtı gətirərəm. Qabla an taquma min maqamik. Bu məclis dağılana qədər mən bu işi görəcəm." Həzrət Süleyman bir məclis təşkil eləmişdi. İfrit dedi ki, bu məclis dağılana qədər, sən yerindən qalxana qədər mən bu işi görəcəm. Və inni alayhi laqaviyyun amin. İfrit deyir ki, mən buna güclüyəm, özü də əmanətdaram, xəyanət də etmərəm. Qalallazi indehu ilmun minel kitab. Orada bir şəxs var idi. Tarix yazır ki, Asaf ibn Bərxiya Həzrəti Süleymanın vəziri. O qalxdı ayağa. Allah adını çəkmir. Görün nə buyurur onun haqqında. Buyurur bir şəxs ki, onun yanında kitabdan bir elm var idi. O qalxdı, dedi: "Ənə atikə bi. Mən o taxtı gətirərəm. Qabla an yertadda ilayka tarfuk." Göz qırpımında. Asaf ibn Bərxiya dedi: "Mən bu işi görərəm." İndi Yəməndən Şama Bülqeysin taxtı tacı gəlir bir göz qırpımında. Quran bu işi görən şəxsə deyir ki, onun yanında kitabdan bir elm var idi. Həzrət İmam Sadiq əleyhissalam buyurur ki, bilirsiniz nə qədər idi o? Elm bənziyir, kitab elmi bənziyir sonsuz dəryaya, Asaf ibn Bərxiyanın yanında bir damla var idi. Başqa bir hədisdə var ki, buyurur Asaf ibn Bərxiya İsmi Əzəmdən birin bilirdi. Hədislərdə var İsmi Əzəm 73 hərf idi. Asaf ibn Bərxiya 73-dən birin bilirdi. Gücə bax, dünyanın o başından Həzrəti Süleymanın yaşadığı vilayətə taxtı tacı bir göz qırpımında gətirir. Amma Əli əleyhissalam barəsində Allah nə buyurur? Buyurmur onun yanında kitabdan bir elm var. Buyurur onun yanında kitabın bütün elmi var. Hədislərdə var ki, İsmi Əzəm 73 hərfdir, 72-si peyğəmbərlə məsum imamların yanındadır. Yəni bu onu göstərir ki, elm qaynağı dindədir. Əsl həqiqi elmin əhli dindədir. Bu bir ayə. İkinci ayə Ali İmran surəsinin 7-ci ayəsi. Qurani Kərim barəsində Allah Taala buyurur: "Və ma ya'lamu ta'vilehu." Qur'anın təvilini bilməz. İki dəstədən başqa. İllallah, Allahdan başqa, var-rasixuna fil ilm. Elmdə möhkəm olanlardan başqa. Yəni yalnız Qur'anın təvilini Allahla elmdə möhkəm olanlar bilər. Təvil nədir? Təvil bir var təfsir, bir var təvil. Təfsir yəni ayənin izahı. Harda nazil olub, Məkkidi, Mədəni ayədir və yaxud surədir, hansı məqama uyğun nazil olub, onun açıqlaması. Amma təvil yəni batini məna. Təvil ərəb dilində o işə deyərlər ki, o işdə məqsəd məlum deyil. O iş görülür, axırda məqsəd aydın olur. Məsələn, Həzrəti Xızır peyğəmbərin gördüyü işlər. Həzrəti Musa peyğəmbərin yanında ki, bir dənə cavan oğlanı öldürdü, uçulmuş evi təmir elədi və bir də gəmini xarab elədi. Qurani Kərim buyurur ki, Həzrəti Xızırın bu işləri təvil idi, yəni Həzrəti Musa başa düşmürdü. Sonradan məqsədini aydınlaşdırdı, Həzrəti Musa bildi ki, bu cavanı niyə öldürüb, gəmini niyə xarab eləyib, ona çörək su verməyən kənd cəmaatının kəndindəki o uçuq binanı niyə təmir eləyib. Buna deyirlər təvil. Və yaxud təvil mənasını aydın başa düşməkdən ötürü bir nümunə çəkək. Bir nəfər yuxu görür, ayılır yuxudan, nəticəsini bilmir. Gedir yuxu bilənin yanına, məsələn Həzrəti Yusuf peyğəmbərin yanına. Ya Həzrəti Yusuf yuxu görür, ayılır gedir Həzrəti Yaqubun yanına. Deyir mən bir yuxu görmüşəm, bu cür. Həzrəti Yaqub peyğəmbər də ona o yuxunu yozur ki, vaxt gələcək sən padşah olacaqsan, mən və həyat yoldaşım sənin anan və bir də 11 qardaşın sənin qabağında gəlib səcdə eləyəcəklər ki, Həzrəti Yusuf görmüşdü ki, ay günəş 11 ulduz onun qabağında səcdə eləyir. Quran buyurur ki, Həzrəti Yaqub ki, Həzrəti Yusufun yuxusunu yozdu, ona deyirlər təvil. Yəni ilk baxışda mənası aydın deyil insana.
sonradan o bilən adama müraciət eləyəndə onun mənasını sənə aydın elədi. İndi Allah Qurani-Kərimdə buyurur ki, Quranın təvilini, yəni o batini mənasını, aydın olmayan mənalar, hansı ki əsl məqsəd nədir bu sözdən, bu ayədən? Onun əsl məqsədini 2 nəfər bilər. Allah və bir də elmdə möhkəm olanlar. Yəni Qurani-Kərim ki özü bir elm mənbəyidir, elm qaynağıdır. Buyurur elm adamları bunu bilər. Hədislərdə var o elmdə möhkəm olanlar kimlərdir? Peyğəmbərdir və bir də məsum imamlardır. Bunlardan başqa və bir də Allahdan başqa Quranın təvilini heç kəs bilmir. Bəzi alimlər bu ayənin oxunuşunda bu cür deyiblər. Deyiblər ki, ər-rasixuna fil ilm sözü özündən sonra gələn cümlənin mübtədasıdır. Məna belə çıxır ki, Quranın təvilini Allahdan başqa heç kəs bilməz. Ər-rasixuna fil ilm yəquluna amənna. Sonrakı cümlənin mübtədası. Yəni elmdə möhkəm olanlar deyərlər biz ona, yəni Qurana iman gətirdik. Məna bu çıxdı ki, Allahdan başqa heç kəs bilməz. Elmdə möhkəm olanlar isə iman gətirər. Amma bəzi alimlər bu ayəni bu cür oxumuyub. Bu cür oxuyub ki, və ma ya'lamu ta'vilahu illallah vər-rasixuna fil ilm. Allah və elmdə möhkəm olanlardan başqa heç kəs bilməz Qur'anın batini mənalarını. İndi hansı düzdür? Bəzi alimlər deyir ki, birinci, bəzi alimlər deyir ikinci. Amma əslində ikinci düzdür. Yəni elmdə möhkəm olanlar da Allah kimi bilir ayələrin təvilini. İndi sən desən ki, Allahdan başqa heç kəs bilmir, elmdə möhkəm olanlar yalnız ona iman gətirir. Sübut bu cür deyil. Sübut nədir? Sübut da budur ki, Allah niyə Qur'anı nazil edib? Nazil edib ki, insanlar ondan xəbərdar olsunlar, hidayət olsunlar, elmlənsinlər. İndi bir ayə və yaxud surə ki, Allahdan başqa heç kəs onun mənasını bilməyəcək, Allah niyə göndərmişdi ki bunu? Elə qalmışdı Lövh-i Məhfuzda da. Ona görə Allah göndərib ki, insanlar bilsin. Bilməkdən ötürü də Allah bu elmi kiməsə verməlidir yer üzündə. Buyurur o elm Peyğəmbərin və məsum imamların sinəsindədir. Bu da ikinci ayə. Amma hədislər. Söz buradadır ki, elmlə din bir-birindən ayrı deyil. Din elmin mənbəyidir və elmin əhli də dindədir. Dindən çıxır həqiqi və doğru elmlər. Ona görə də Əli əleyhissalamın barəsində Peyğəmbər buyurur: "Ənə Mədinətul ilmi və Əliyyun babuha." Mən elmin şəhəri, Əli onun qapısıdır. Bu mənada hədis bir neçə cür Peyğəmbərdən rivayət olunub. Bir yerdə Peyğəmbər buyurur: "Ənə darul hikməti və Əliyyun babuha." Mən hikmətin şəhəri, evi, Əli onun qapısıdır. Bir hədisdə buyurur: "Ənə Mədinətul fiqhi və Əliyyun babuha." Mən fiqhin şəhəriyəm, Əli onun qapısıdır. Fiqh yəni şəriət, qanun. Bir hədisdə Peyğəmbər buyurur: "Ənə mizanul ilmi." Mən elmin tərəzisiyəm, mizanıyam. Və Əliyyun kəffətah. Əli əleyhissalam onun 2 gözüdür. Ənə mizanul ilm. Mən elmin tərəzisiyəm. Və Əliyyun lisanuh. Əli isə elmin dilidir, danışan dilidir. Əliyyun mubayyinun li umməti ma ursiltu bihi min ba'di. Əli məndən sonra mənə gələnləri ümmətim üçün açıb bəyan eləyəndir. İmam Sadiq əleyhissalamın bir hədisi var, buyurur: "Kullu ilmin la yaxrucu min hazal beyt." O elm ki bu evdən çıxmaya, işarə elədi öz evinə. Fəhuva batil, o batil elmdir. Onda şübhə olar, fərziyyə olar. İza ərətəl ilməs səhih. İmam buyurur, düzgün elmi istəyirsənsə, fəxuz an əhlil beyt. Onu əhl-i beytdən al. Fə inna rəvəynahu. İmam buyurur, biz düzgün elmi söyləyənlərik. Düzgün elmin raviləri bizik. Və utina şərhəl hikmə. İmam buyurur, şərhi hikmət, yəni hikmətin izahı bizə verilib. Və fəsləl xitab. Buyurur, xitabın fəsli bizə verilib. Xitabın fəsli alimlər bu cür məna edir ki, yəni ən düzgün qəzavət, ən düzgün mühakimə İmam buyurur bizim yanımızdadır. İnnəllaha istəfana. Allah məhz bizi seçdi. Və atana ma lam ya'ti ahadan minəl alamin. Bizə elə bir şey verdi ki, onu aləmdə hələ heç kəsə verməyib. Elə bir elm verdi ki, onu heç kəsə verməyib. Hədislərdə
İmamlar əmirül bəyan sayılırlar. Yəni söz şahı. Sözün, bəyanın əmiri Əli əleyhissalamdır, peyğəmbərdir və sonrakı imamlardır. Bunu hamı qəbul eləyib. Hətta Əli əleyhissalamın düşməni olan Muaviyə də and içirdi Allaha. Deyirdi and olsun Allaha. Sözün fəsahət və bəlağətinin bünövrəsini Həzrət Əlidən başqa heç kəs qoymadı. Sözün fəsahət və bəlağətini Əli əleyhissalam təsis etdi. Baxın, dahi alimlər çox olub həyatda. Onlar dünyalarını dəyişirlər. Bir neçə kəlam onlardan yadigar qalır. Əli əleyhissalama baxanda, Nəhcül Bəlağəsini oxuyanda minlərlə kəlam Həzrət Əlidən yadigar qalır. Elə bir kəlam ki, dünyanın böyük mütəfəkkirlərin, alimlərin heyrətə salır. Elə bir kəlam ki, ondan şərhlər yazılır, cildlərlə kitablar yazılır. Məzhəbindən asılı olmayaraq alimlər gəlirlər Əli əleyhissalamın kəlamların şərh eləyirlər. İbn Əbil Hədid kimi böyük alimlər ki, Təkasür surəsinin təfsirində Əli əleyhissalam bir xutbə oxuyub. İbn Əbil Hədid deyir ki, mən bu xutbəni 50 il bundan qabaqdan indiyə qədər 1000 dəfədən artıq oxumuşam. Hər dəfə bu xutbəni oxuyanda bədənimə bir lərzə düşüb. Ruhumda möhkəm təsir qoyub. Olmayıb ki, mən onu oxuyanda fikrə qərq olmayım. Xutbə hər dəfə məni fikrə qərq eləyirdi. Və İbn Əbil Hədid deyir, yaxşı olar ki, Əli əleyhissalamın bu xutbəsini bütün ərəbin natiq insanların yığasan bir məclisə, orada oxuyasan onlara. Və yaxşı olar ki, onlar bu xutbənin müqabilində səcdiyə düşələr və səcdə eləyələr. İndi İbn Əbil Hədid Əli əleyhissalamın bir xutbəsi haqqında bu sözü deyir. Demək olar ki, Əli əleyhissalamın bütün xutbələri bu sözə layiqdir. Bir məclis qurulmuşdu, Peyğəmbərin sahabələri həmin məclisdə idi. O məclisdə belə bir fikir söyləndi. Dedi, ərəb dilində elə bir cümlə, elə bir xutbə ola bilməz ki, onda əlif hərfi olmasın. Əli əleyhissalam bu sözü eşitcək qalxdı ayağa. Bir dənə xutbə söylədi, xutbəyə mən özüm şəxsən baxmışam, bir dənə əlif hərfi yoxdur. Deyirsiniz ki, deyirsiniz, əlif hərfi ərəb dilində elə bir cümlə kəlam yoxdur ki, işlənməsin orada. Bədahətən Əli əleyhissalam bunu söylüyor. Bundan cəmaata göstərmək istəyir ki, sözün şahı, hikmətin şahı mənəm. Əli əleyhissalam üçün əgər Peyğəmbər buyurubsa, bu hikmət evinin qapısıdır, səhv buyurmuyub, bu söz öz reallığını tapıb. Ona görə də Əli əleyhissalamın bu cür elmə malik olmağın hamı təsdiqləyib. Bir məsələ var, Şəkib Ərsalan olub, Misirdə böyük professorlardan olub, əhl-i sünnə olub. Onun yubileyi keçirilmiş. Yubileyində aparıcı deyib ki, bu dünyada iki natiq insan olub. Biri dünyasını dəyişib, biri yaşayır. Dünyasını dəyişən möminlər ağası Əli əleyhissalam, yaşayan isə Şəkib Ərsalandır. Bu alim üçün deyib. Deyir, Şəkib Ərsalan qalxır ayağa, çıxır səhnəyə. Deyir, siz məni kimə tay etdiniz? Mən o kişinin geydiyi başmağının ipi ola bilmərəm. Dünyada elə bir nəfər natiq insan olub. O da gedib. Əfsuslar olsun ki, dünya o insandan bir daha da gətirməyib. Ona görə də hamı təsdiqləyib ki, Əli əleyhissalam Qur'anın danışan dili olub. Bütün imamlar o cür olub. Peyğəmbər başda olmaqla. Hamı natiq-i Qur'an hesab olunublar. Natiq-i Qur'an yəni Qur'anı dindirən, danışdıran. Bir var samit Qur'an. Əlimizdə olan bu Qur'an ki, kitab formasıdır, yazılı formasıdır. Allah Teala Qur'anı Levh-i Məhfuzdan endirir. Yer üzünə endirəndə onu iki simaya salır Allah. Levh-i Məhfuzdakı həqiqəti, ilahi bilgiləri iki hala salır. Bir, yazılı kitab halına, ikincisi isə canlı danışan insan halına. Qur'an-ı Kərim bir həqiqətdir iki simada. Biri yazılı kitab, cansız. Biri danışan, canlı, natiq. O kimdir? Peyğəmbər və məsum imamlar. Özümdən demirəm, hədis var. Elə bir Allah Teala göydən yerə iki Qur'an göndərib. Biri kitab forması, biri canlı forma. Əli əleyhissalamın barəsində Peyğəmbər buyurur ki, Əl-Haqqu mə'ə Aliyyin və Aliyyun mə'əl-Haq. Haqq Əli ilə, Əli də haqq ilədir. Bir hədisdə buyurur, Əl-Qur'anu mə'ə Aliyyin və Aliyyun mə'əl-Qur'an. Qur'an Əli ilə, Əli də Qur'an ilədir. Bir hədisdə də buyurur, Əl-Haqqu vəl-Qur'anu mə'ə Aliyyin
və aliyyun ma'al haqqi vəl Qur'an. Haqq və Qur'an Əli ilədir, Əli də haqq və Qur'anladır. Yəni bunları bir-birindən ayırma. Əfsuslar olsun ki, ayırdılar və Əli əleyhissalam bununla bağlı şikayətlənirdi. Nəhcül Bəlağədə bir xütbə var, 153-cü xütbə. Əli əleyhissalamın xütbələri başdan ayağa demək olar ki, şikayətdir. Bu xütbədə Əli əleyhissalam şikayətlənir. Nədən? Qur'an-ı Natiqi ayırdılar bu kitabdan. Dedilər, hasbuna kitabullah. Allahın bu kitabı bizə bəs eləyər. Bizə danışan Qur'an lazım deyil. Amma hamısı bilirdi ki, Qur'anın yanında bir danışan lazımdır. Nə üçün Peyğəmbər buyurdu ki, mən sizin aranızda 2 əmanət qoyub gedirəm. Biri Allahın kitabı, biri Əhl-i Beyt. O Əhl-i Beyt nə üçün idi? Əhl-i Beyt onun üçün idi ki, Qur'anı açsın, izah eləsin. Çünki Qur'an hələ açılmayıb, izah olmayıb. Peyğəmbər onun demək olar ki, cüzi bir hissəsini öz zamanında açdı. Əli əleyhissalam orada xütbədə 153-də buyurur ki: "Və nətəqəddallunəl mukezzibun." Yalançı azğınlar başladılar danışmağa. Natiq Qur'anı qoydular kənara. Yalançılar, azğınlar çıxdılar, başladılar danışmağa. Əli əleyhissalam haqqını müdafiə eləyərək həmin xütbədə buyurur ki: "Nəhnu şiar." Şiar bizik. Şiar ərəb dilində bədənə yapışan köynəyə deyirlər. Əli əleyhissalam buyurur ki, Peyğəmbərə, Qur'ana şiar bizi, yəni Qur'ana, Peyğəmbərə elə yapışmışıq ki, bizi ondan ayırmayın. Ayrı olanlar başqalarıdır, Peyğəmbərə və Qur'ana yapışanları isə gəlirlər ondan ayrılırlar. Əli əleyhissalam buyurur, "Vəl əshab", bizik səhabələr. "Vəl əbvab", bizik qapı. "Və la tu'tal buyutu illa min əbvabiha", evə qapısından girərlər. "Fəmən ətaha min qeyri əbvabiha", Əli əleyhissalam buyurur, hər kəs qapıdan qeyri yerdən gəlsə, summiyə sariqa, o oğru adlandırırlar. Davamında buyurur həmin xütbənin fihim kəraimul Qur'an, vəsf edir imamları Əli əleyhissalam. Buyurur, imamlar o insanlardılar ki, onlarda Qur'an-ı Kərimə xas olan bütün imtiyazlar var. Hum kunuzur Rəhman, imamlar Allahın yer üzündəki xəzinələridir. İnnətəqu sədəqu, onlar danışanda doğru danışarlar. Və in samətu ləm yusbəqu, onlar sakit qalanda bir kəsin cürəti çatmaz ki, onun yanında danışsın. Nəhnu əhlu beytin nübüvvə, Əli əleyhissalam buyurur, biz nübüvvət evinin əhliyik. Və mavzi'ur risalə, biz risalətin mərkəziyik. Və muxtələful məlaikə, mələklərin get-gəl etdiyi yerik. Və ma'dinul ilmi vəl hikmə, elmin və hikmətin mədəni bizik. Bu hədislərdən belə nəticəyə gəlirik ki, elmlə din ayrı deyil. Din elmin mənbəyidir və Allah ki buyurur, elm oxu, yəni Əhl-i Beyti tanı, Peyğəmbəri tanı, Qur'anı tanı. Tanımasan həqiqi elmə çata bilməyəcəksən. Əgər sən həqiqi elmin olduğu sinəni tanısan, onda sən əsl elmi, həqiqi elmi tanımış olarsan və üstəgəl o sinə ilə əgər əlaqən olsa, artıq insan olar elmlər dəryası. Necə ki, İslam aləmində bu cür alimlər çox olub. Elmlər dəryası olan alimlər çox olub. Biri Nəcəfdə olub, Seyyid Bəhrül Ülum, əsl adı Məhdi olub. Adını eşitmişsiniz. Bəhrül Ülum əsl adı olmayıb. Ona ad kimi veriblər, yəni elmlər dəryası. Özü də Seyyid olub. Nəhəng bir alim olub, bunun müasiri olan Mirzə-i Qumi rəhmətli ki, qəbri Qumdadır. Mirzə-i Qumi ilə tələbə yoldaşı olublar təhsilin əvvəl illərində. Bunlar hər ikisi gəliblər Mirzə-i Qumi ilə Seyyid Bəhrül Ülum dərs alıblar Nəcəfin böyük alimlərindən olan Muhammed Baqiri Vəhidi Bəhbəhani. Seyyid Bəhrül Ulumun ustadı olub. Bu elə bir alim olub ki, bunun adına deyiblər Ustad-ı Kull, Kamil Ustad. Hər ikisi gəliblər bu ağadan dərs oxuyublar. Mirzə-i Qumi deyir, mən sonralar çıxdım Nəcəfdən, gəldim İrana. Üstündən bir müddət keçmişdi. Eşitdim ki, alimlər içərisində Seyyid Bəhrül Ulumun şöhrəti əzəmət tapıb, böyüyüb. Hamı Seyyid Bəhrül Ulumdan danışır. Mən deyir, təəccübləndim ki, axı Seyyid Bəhrül Ulumun elə bir istedadı yox idi. O məndən dərslərdə istifadə eləyirdi.
Biz tələbə yoldaşı olmuşuq. Ona bu istedad hardan gəlib? Elə bir istedad ki, elə bir elm ki, yazırlar Seyyidin əhvalatında, tələbəsi yazır bunu. Deyir, ustadımızla birlikdə bir neçə tələbə idik. Çıxdıq Kərbəla ziyarətinə getməyə. Yolda karvanla ayrıca bir nəfər gedirdi. Harda biz otururduq istirahət etməyə, o şəxs də dayanırdı. Haçan ki tərpənirdik getməyə, həmin şəxs də bizimlə birgə hərəkət edirdi. Mənzillərin birində Seyyid Bəhrülülüm həmin şəxsi çağırır. Halın soruşur. Bir adla qonşuların, dostların, yaxınların soruşur. Deyir, biz saydıq gördük ki, Seyyid Bəhrülülüm 40-a yaxın adamın adını çəkdi. Və həmin şəxs cavabları söylədi və bizdən aralandı. Biz ustaddan soruşduq ki, Seyyid, bu kimdir belə? Dedi, bu Yəməndən gəlib. Dedik ki, Seyyid, axı Yəmən hara, siz hara? Siz Yəməndə olmamışsınız axı, siz 40-a yaxın adam saydınız oradan. Seyyid başını salır aşağı, qaldırır, deyir ki, Yəmən nədir? Yer üzünü məndən qarış-qarış soruş, sənə cavab verim. Seyyid Bəhrülülüm belə bir əzəmətə çatmışdı. Mirzə Qumi deyir, mən bundan təəccüblənirdim. Deyirdim öz-özlüyümdə ki, qismət olsa, getsəm əgər Nəcəfə, Seyyiddən bunun səbəbini soruşacağam. Deyir, qismət oldu, üstündən bir müddət keçmişdi, mən İrandan gəldim Nəcəf şəhərinə. Ağanla görüşdüm, bir məclisdə əyləşdik, elmi bir məsələni qoydum. Gördüm ki, ağa cavabım verdi, bildim ki, doğrudan da bu dəryadır. Düz deyiblər elə bunun adına, elmlər dəryası. Məclis xəlvət olanda soruşdum ağadan ki, ağa, sizin bu məqama çatmağınıza səbəb nə olub? Deyir, orada Seyyid mənə and verdirdi ki, Mirzə, nə qədər mən sağam, bu mətləbi heç kəsə deməzsən. Gecələrin birində Şəhlə məscidinə daxil oldum. Şəhlə məscidi Kərbəlaya ziyarətə gedənlər bilirlər, Kufədə bir məsciddir, İmam Zaman ağanın daim olduğu bir məsciddir. Deyir, Şəhlə məscidinə daxil oldum, gecə vaxtı idi. Gördüm heç kəs yoxdur. Küncdə bir nəfər oturub Allaha dua edir, münacat edir. Qulaq verdim, gördüm ki, bu adam çox şirin münacat edir. Elə münacatında, duasında elə sözlər işlədir ki, mən hələ o sözləri eşitməmişəm. O sözlər mənə elə ləzzət elədi, elə mənəvi həzz aldım o sözlərdən ki, o sözlər məni özünə məftun elədi. Deyir, dayandım, başladım qulaq asmağa. Amma bilmirəm bu kimdir. Üzün çevirdi mənə sarı, adımı çağırdı. Dedi, Məhdi, yaxın gəl. Üzün çevirəndə gördüm ki, ağanın gənc, nurani bir cəmalı var. Deyir, yaxın gəldim, amma çox getmədim. Yenə üzün çevirdi mənə, dedi ki, Məhdi, yaxın gəl. Mən biraz da atdım, yaxınlaşdım. Üzün çevirdi, yenə mənə dedi, Məhdi, yaxın gəl. Bir neçə dəfədən sonra çatdım ağaya. Mənə buyurdu ki, əyləş. Mən oturdum, elə oturdum ki, dizim dizinə söykəndi. Deyir, orada ağa üzün çevirdi, əllərin açdı, məni bastı bağrına. Sıxdı sinəsinə buraxdı. Deyir, Mirzə, heç kəsə bunu mən ölənə qədər deməzsən. Mənim bu əzəmətimə çatmağımın səbəbi həmin Şəhlə məscidindəki İmam Zaman ağanın məni sinəsinə sıxmasıdır. Mənim bu günləri nə görürsənsə məndən, o mübarək sinənin bərəkətindəndir. Bir dəfə siniyə sıxmaqla İmam Zaman ağa mənə bu məqamı verdi. Yəni, həqiqi elm, düzgün elm, o elm ki, onda fərziyyə yoxdur, xəyal yoxdur, o elm dəryadır, o elm yalnız və yalnız İmam Zaman ağanın sinəsindədir. O da hədislərdə var, buyurur, İmam zuhur edənə qədər elm 27 şöbədir, ikisi açılacaq. 25-in gəlib İmam Zaman ağa açacaq. Çünki əsl elm məhz Allah tərəfindən çıxıb, o hər adama verilməyib. O yalnız məsumların sinəsindədir,